Qapımız ilənifdir. Xaladenliyin qapısının ağzından qurtlar tökülür. Dəhşətli dərəcədə evimizə girirdi. Beyləqan rayonu Əlnəzərli kənd sakini Meriş Quliyev 11 gün öncə 17 baş qoyununu özünün təxmin etdiyinə görə zəhərlənmə nəticəsində itirib. Fermerin sözlərinə görə örüşdən qayıdarkən qoyunların bir hissəsinin vəziyyətinin ağır olduğunu görüb. O bildirib ki, vəziyyəti ağır olan heyvanları kəsdikdən sonra dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verib. Fermerin iddiasına əsasən agentliyin əməkdaşları həmin gün axşam saatlarında hadisə yerinə gələrək örüş sahəsindən və tələf olmuş heyvanların orqanlarından laborator analiz üçün nümunələr götürüb. Və dedilər ki, mənə bu analizin cavabı bu gün həftənin 5-ci günüdür, ayın 3-cü günü. Həftənin 5-ci günüdür, bu gün biraz gecdir. Həftənin 6-cı günü bunu laboratoriyaya təqdim eləyəcəyik, aparıb laboratoriyaya təqdim eləyəcəyik. Həftənin 1-ci, 2-ci günü, ən uzağı 3-cü günü sənə məlumat veriləcək ki, nədən zəhərlənibdir və bu əti istifadə eləmək olar ya olmaz. İşçilərin məsləhəti ilə ətləri saxlamaq məqsədi ilə Quliyev evinin həyətinə böyük soyuducu gətizdirdiyini deyir. Hazırda işləyir, baxın işləyir xaladenlik hal-hazırda. Fermerin sözlərinə görə təkcə soyuducunun icarəsinə gündə 70 manat xərcləyib. O, prosesin 1-2 gün ərzində yekunlaşacağını ümid etdiyini bildirib. Onun sözlərinə görə soyuducunun ağzını bulunbulayan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları onu analiz cavablarından əvvəl soyuducunun ağzını açdığı təqdirdə 3000 manat cərimə ilə hədələyiblər və ona sadəcə 1-2 gün vəd ediblər. Arxasından xaladenin qurt tökülür, bax bura, bax görürsünüz qurtlardır hamısı. Oldu həftənin 1-ci günü, 2-ci günü, 3-cü günü cavab çıxmadı. 3-cü gün axşama qədər də gözlədim. Saat 7 radələrində Allah şükür bəyə zəng vurdum. Ki Allah şükür bəy, bir məlumat çıxmadı axı sizdən. Nə oldu bu şeydən? Allah şükür bəy mənə dedi ki, mən dedim ki, lazımdırsa Allah şükür bəy, mən lazım olan orqanlara bildirim, lazım olan yerlərə mənə deyim, mən müraciət eləyim. Sizə bu işi tapmaqda köməklik eləsinlər, sürətləndirməkdə də bu iş operativ olsun ki, yay vaxtıdır. Mən o qədər arxeyin deyiləm də, əti nəsə eləmiş olsam deyərəm bunu bir aya çıxardım bunun cavabını. İş operativ getsin ki, mən bu əti saxlaya bilmirəm, işi davadlanlıqları sönür. Mən belə mənə dedi ki, mən sənin heyvanlarının laboratoriyaya özüm aparıb, öz maşınımla təqdim eləmişəm. Sən də mənə iş vaxtından sonra məni zəng edib narahat edirsən, hələ mənə deyirsən ki, ora bura şikayət eləmə, get əlin hara qəlbidir qora, nə bilirsən elə. Bu iş üçün aidiyyatı maşınlar ayrılıb da, siz niyə öz maşınınızla aparmısınız ki, o məhsulu, belə deyim də, laboratoriyaya? Əgər aparmısınızsa, mənə kart atın, mən sizin hesabınıza o yol pulunu atım, sizin o benzin pulunuza atım. Mənə dedi ki, yox, benzin pulu lazım deyil, yəni mənə deyirsən ki, şikayət əlin hara qəlbidir, qoycunan ora. 2022-ci ilin dekabrında AKTA tərəfindən dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2018-ci ildəki eyni adlı qanuna dəyişiklik edilib və bu dəyişikliyin 3-cü prinsipinin 2-ci bəndinə əsasən agentliyin əməkdaşlarının fəaliyyəti insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və ya hərəkətlərə və ya hərəkətsizliyə yol verilməməlidir. Son dövrlərdə hökumətə yaxın media qurumlarında fermerlərə qayğı və ya problemin sadəcə təbiətdən qaynaqlanması ilə bağlı materiallara tez-tez rast gəlinir. Bəs gözdən kənarda qalan fermerlər necə? Onlar şikayətlərini necə çatdırırlar? Prezidentə şikayət məktubu ünvanladığını deyən fermerin sözlərinə görə tələf olan qoyunlar artıq bastırılıb. O bildirib ki, əsas gözləntisi dəymiş maddi zərərin ödənilməsidir. 2-ci Qarabağ müharibəsinin iştirakçısı və 5 medalla təltif olunduğunu deyən fermer dövlət qarşısındakı xidmətlərinin nəzərə alınacağını və məsələyə ədalətli yanaşılacağını ümid etdiyini bildirib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini öyrənmək məqsədi ilə quruma sorğu ünvanlansa da video reportaj yayımlanadək cavab almaq mümkün olmayıb.